Şəhid ölməyib. Şəhid diridir. Və istədiyi vaxt ailəyə müdaxilə eləyə bilir. Allah onlara icazəni verir. Mənim bir dostum var. Kameraman olaraq çalışır. Ən əsas işi də şəhid ailələrini çəkir. Bir günləri Xızır rayonunun Şorabad qəsəbəsində şəhidimiz var, Cəfərov Elməddin. Onun ailəsində çəkiliş eləyirəm. Deyir, çəkilişi tam bitirdim, tutardım. Deyir, baxdım namaz vaxtıdır. Deyir, şəhidin atasından xahiş elədim ki, mənə icazə ver, namaz qılım. Deyir, mənim də hər dəfə çalışdığım odur ki, şəhid ailələrində çəkiliş eləyirəm, namazı şəhidin otağında qılım. Deyir, atası dedi ki, keç oğlumun otağında namaz qıl, şəhidin otağında namaz qıl. Deyir, daxil oldum otağa, dayandım üzü qibləyə, pəncərədir, pəncərənin də qarşısında bir pərdə var. Deyir, zöhr namazını bitirdim. Daha sonra 2 rükət şəhid üçün hədiyyə namazı qıldım. Deyir, əsr namazına başladım, namazın 2-ci rükətindəyəm. Birdən gördüm ki, deyir, pərdə o başdan bu başa getdi. Deyir, özümdən bir ixtiyar dedim ki, havadır da, indi sərindir, küləkdir, pərdə də oynayıbdır. Nə var ki burada? Deyir, namaza davam elədim. Deyirlər, bu anda şəhidin də 2 dənə övladı var. Biri qızdır, biri oğlan. Deyir, namaz qıla-qıla eşitdim ki, şəhidin oğlu bacısına deyir ki, atamın iyi gəlir, atam buradadır. Deyir, özümü itirdim. Allah şahidimdə olan bir şeydir. Deyir, özümü itirdim, dedim, səhv etmişəm, namazı qıldım. Davam. Namazı bitirdim dərhal. Deyir, şəhidin qızından soruşdum. Bunun qardaşın sənə nə dedi? Deyir, qardaşım mənə dedi ki, atamın iyi gəlir, atam buradadır. Mən atamı gördüm. Ona görə deyirlər, şəhid ölməyib. Şəhid diridir. Və istədiyi vaxt ailəyə müdaxilə eləyə bilir. Allah onlara icazəni verir.